Bakı axtarışa verib. Ağ Ev qara siyahıya salıb. Rusiyalı milyarder Paşinyanın yerinə göz dikib. Baş nazir Nikol Paşinyanla kilsə qarşıdurması, ümumi-erməni katolikosu 2. Qareginin ifşası bu etnik qrupun mənəvi liderinin vəziyyətini, din dəllallarının mahiyyətini ölkə cəmiyyətinə çatdırdı. Məlum oldu ki, kilsə indiyə qədər heç vaxt Allah dinə deyil, öz ehtirasına, nəfsinə qulluq eləyir. Ötən gün kilsəni himayə, müdafiə eləyən Rusiya vətəndaşı, erməni milyarder Samvel Karapetyanın saxlanıldığına dair məlumat yayılıb. Taşerin rəhbəri qardaşı Karenlə birlikdə güc strukturlarının əməkdaşları tərəfindən İrəvandakı evlərindən aparılıb. Onların Milli Təhlükəsizlik Xidmətinə deyil, Ermənistan Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinə aparıldıqları da məlum olub. Bir gün əvvəlsə həmin evdə axtarışlar keçirilib. O saxlanılan zaman deyib ki, xalq öz sözünü deyəcək. Tüpürüm elektrik şəbəkəsinə. Mən xalqı və kilsəni dəstəkləyirəm. Qeyd eləyək ki, Taşer sənaye tikinti qrupudur. Rusiyalı milyarder Samvel Karapetyan onun prezidentidir. Forbes jurnalına istinadən onun sərvəti 3,2 milyard dollardır. Samvel Karapetyan şirkəti 1999-cu ildə təsis edib. 2004-cü ildə holding Moskva kommersiya daşınmaz əmlak inkişafı bazarına çıxıb və 5 il ərzində böyük çoxprofilli tikinti şirkətinə çevrilib. Samvel Karapetyan Ermənistan elektrik şəbəkəsinin sahibidir. 2015-ci ilin payızında onun Taşir qrupu bu şəbəkəni 1 milyard dollara alıb. Həmin ilin yayında ölkədə elektrik enerjisinə ödəmələrin artırılmasına etiraz aksiyaları keçirilmişdi. Karapetyan şəbəkəyə sahib olduqdan sonra onları müvəqqəti olaraq dayandırdı. Bu şirkətin satışında da saxtakarlığın olduğu iddia olunur. Ermənistan hakimiyyəti 2 həftə əvvəl Interraonun Kiprdə qeydiyyatdan keçmiş Leormand Holdings Limited-ə Ermənistanın elektrik şəbəkələri qapalı səhmdar cəmiyyətinin 100% səhmlərinin ötürülməsi təklifini qəbul edib. Ermənistanın o vaxtki baş naziri Ovik Abramyan müvafiq qurumlara Kipr şirkətinin qanunun tələblərinə uyğunluğunu yoxlamağı və Leormandın elektrik şəbəkələrinin indiki sahiblərinin ölkə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə söz verdiyi sazişin layihəsini hazırlamağı tapşırmışdı. Bu məsələni sonralar Taşir şərh eləməkdən imtina eləmişdi. Karapetyan o vaxtki prezident Serj Sarkisyanın da ən sevimlilərindən olub. Qardaşı Karen Karapetyan 2008-2011-ci illərdə Ermənistan prezidentinin aparatına rəhbərlik edib. Nikol Paşinyanla 2. Qaregin qarşıdurmasında Samvel Karapetyan kilsəni açıq şəkildə müdafiə eləyərək erməni kilsəsinin çox əsirlik təməllərinə və milli ənənələrə hücumlar təşkil edən kiçik bir qrup şəxsi pisləyib. O həmişə erməni kilsəsi və xalqı ilə birlikdə olduğunu vurğulayaraq bu vəziyyətdə birbaşa iştirak edəcəyini söz verib. Əgər siyasi xadimlər bacarmasa, biz öz tərəfimizdən bütün bunlarda iştirak edəcəyik deyib. Bu, Paşinyana və komandasına seçki qabağı Rusiyadan gələn yeni ismarış da sayılır. Çünki Ermənistandakı mövcud müxalifət Robert Köçəryan, Serj Sarkisyan, Keşiş Baqrat, 2. Qaregin artıq yararsızdır. Ona görə ölkə ictimaiyyətinin diqqətini özünə çəkə biləcək yeni, tanınmış fiqura ehtiyac duyulduğu üçün siyasi dövrəyə Samvel Karapetyan pulları ilə birlikdə buraxılıb. O, parlament seçkilərinə qatıla bilməsə də maliyyə vəsaiti hesabına Rusiya Federasiyasının maraqlarının təmin olunmasına çalışır. Ona görə də Nikol Paşinyan Rusiya xidmətçisi sayılan keşişlərlə yanaşı şimaldan siyasi, mənəvi, maddi və maliyyə baxımından təmin və təchiz olunan iş adamlarını da hədəfə alır. Odur ki, Rusiyalı erməni milyarderin də baş nazirin qəzəbinə gəlməsi iqtisadi və ya biznes məsələsi deyil, siyasidir. Hakim Vətəndaş Müqaviləsi fraksiyasının deputatları onu Ermənistan elektrik şəbəkəsinin milliləşdirilməsi ilə hədələyirlər. İddia olunur ki, şirkət Taşirə satılarkən qanun pozuntuları olub. Başqa sözlə, Rusiya Ermənistanın işığını istənilən vaxt kəsə bilər. Görünür Paşinyan siyasi ambisiya ilə çıxış eləmədiyi və Ermənistanın daxili işlərinə müdaxilə etmədiyinə görə indiyə qədər bu məsələnin qabardılmasına ehtiyac duymurdu. Hətta hakimiyyətə gəlişinin ilk dövründə onlar arasında çox səmimi münasibət belə yaranmışdı. Ancaq indi Karapetyan tərəfindən siyasi ismarışlar səslənir, hətta hakimiyyətə iddialar belə irəli sürülür. Bu səbəbdən Nikol Paşinyan onu vətəndaşın kilsəyə, daha dəqiqi Keşiş Qareginə dəstəyi kimi deyil, hakimiyyətinə təhdid olaraq görür. Samvel Karapetyanın yaşadığı və şirkətinin yerləşdiyi Rusiya şəhərinə işarə edən baş nazir deyib ki, bura Kaluga'dakı aşağı Tapır kəndi deyil, bura Ermənistan Respublikasıdır. Ümid edirəm ki, dövlətin dadını hiss eləyəcəksiniz. Paşinyan, Taşir prezidentinin Ermənistan
Ermənistandakı kapitallarını da hədəfə alıb. Bura sosial baza, maliyyə vəsaiti, təşkilatlanma da daxildir. Samvel Rusiyanın Ermənistandakı geosiyasi maraqlarının elementidir. Kilsə ənənəvi olaraq Allahdan və erməni etnik qrupundan çox Rusiya onun maraqlarına xidmət edib. Samvelin kilsəni müdafiəsi Qaraginlə Taşir şirkətinin Nikol Paşinyana qarşı birliyinin nümayiş etdirilməsidir. Ermənistan Apostol kilsəsi fədakarlığına görə ona borclu qalmayıb. Kilsə iddia edir ki, Karapetyanın saxlanılması yaxud təqib olunmasının siyasi motivi var. Biz aşkar siyasi motivlərlə şərtlənən təqibi qətiyyətlə pisləyirik. Ermənistan hakimiyyətini qanunsuz hərəkətləri dərhal dayandırmağa çağırırıq. Məlumata görə polis iş adamına dəstək ifadə eləməyə gələn 45 nəfəri saxlayıb. Bu, Samvelin Ermənistandakı sosial bazasının göstəricisi də sayılır. Ölkənin Rusiyadan gəlmiş, Azərbaycanda doğulmuş, 2 dəfə bir neçə həftəliyə baş nazir olmuş Karen Vilgelmoviç Karapetyan da öz Rusiyalı yerlisinin müdafiəsinə qalxıb. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zakharova Samvel ilə bağlı baş verənlərə münasibət bildirərək deyib ki, Moskva İrəvanda qəribə bəhanələrlə həbslə hədələnən Taşirin rəhbəri ilə bağlı vəziyyəti izləyir. Samvel Karapetyan Rusiyanın ağır erməni artilleriyalarından biridir. Azərbaycan torpaqları işğal altında olanda Moskva Qarabağa Rusiyalı milyarder Ruben Vardanyanı ezam eləmişdi. İndi o Azərbaycanda mühakimə olunur. Bir vaxtlar Samvel Karapetyan da Qarabağda qanunsuz çoxsaylı işlərlə məşğul olub. O 2015-ci ildən başlatdığı layihəyə uyğun olaraq 2020-ci ilə qədər işğal altındakı Azərbaycan torpaqlarında 4 övladı doğulan hər erməni ailəsinə mükafat olaraq $4000 ödəyib. Azərbaycan Respublikasının baş prokurorluğu barəsində həbs qəti imkan tədbiri seçməklə beynəlxalq axtarış elan eləmişdi. O, Azərbaycanın Yuxarı Qarabağ ərazisində tikinti işi ilə məşğul olub. Qeyd eləyək ki, Amerika Birləşmiş Ştatlarının sanksiya tətbiq elədiyi Rusiyalı iş adamları arasında Samvel Karapetyanın da adı var. Karapetyan 2020-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi üçün girovun bir hissəsini ödəmişdi. Rusiyalı erməni milyarder 15-20 il ərzində işğal altındakı Azərbaycan torpaqlarındakı separatçı terrorçu rejimin dayaqlarını möhkəmlətmək üçün böyük xeyriyyə işlər görüb. Ruben Vardanyan, Samvel Karapetyan, 2-ci Qaragin, Baqrat, Köçəryan, Sarkisyan hamısının canı Moskvadadır. Elə Rusiya siyasətinin təbliğatçısı Vladimir Solovyovun Taşir prezidentini müdafiə eləməsi də bunu təsdiqləyir. Bu teletəbliğatçı yaxud boşboğaz Kremlin rəsmi televiziyasında Azərbaycanın ərazi inzibati vahidi haqqında yaramaz ermənilərin yuxusunda işlətdiyi sözdən istifadə edib. O, Qarabağı separatçı cinayətkar ermənilər kimi artsaq adlandıraraq Samvelin Azərbaycan torpaqlarında gördüyü qanundan kənar işlərdən bəhs edib. Ermənistana verdiyi xeyirdən danışır. Odur ki, Rusiyalı milyarderi sıxışdırdığı, qanunsuz əməllərinə görə tənbih elədiyi, zərərsizləşdirməyə çalışdığı üçün Nikol Paşinyanı adamın müdafiə eləməyi də gəlir. Nikol Paşinyanın prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-sində Türkiyəyə səfər edəcəyi gözlənilir. Bu hadisəni Solovyov və onun siyasi ideoloji mərkəzi həzm eləyə bilmir. Ona görə də teleaparıcı Dövlət Televiziyasının efirindən Nikol Paşinyana qarşı Türk oğlu ifadəsini təhqir kimi istifadə edir. Solovyov bu iyrəncliyi ilə hakimiyyəti ələ keçirməkdə ittiham olunan Samvel Karapetyanın ipinin bağlandığı budağı belə göstərə bilib. Taşir prezidentinin təqibi Rusiyanın Ermənistandakı daha bir planının iflası sayıla bilər. Nikol Paşinyanın isə Rusiyanın 5-ci kolonuna qarşı mübarizəsi davam edir. Solovyovu isə heç vaxt karvana almayacaqlar. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.